Ülvi Əmlakın səviyyəli izləyiciləri, hər vaxtınız xeyirli olsun. Sizə Hövsanda yeni satışa çıxmış, səviyyəli, möhtəşəm təmiri olan 3 otaqlı 2 ev layihəli mənzilimizi təqdim edirəm. Mənzilimiz yerləşir Hövsan qəsəbəsində, Hövsan mola yaxın ərazidə. Bura bizim dəhlizimiz. Mənzil sıfırdan təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Qeydiyyatda hal-hazırda heç kim yoxdur, sənədlər də qaydasındadır. İlk öncə başlayaq qonaq otağımızdan. Bura bizim qonaq otağımız. Dediyim kimi, istilik sistemi binanın mərkəzidir, yəni kombi deyil. Burada belə bir kladovkamız yerləşir. Kladovka qardirob kimi də istifadə etmək olar. Yataq otağımız burada yerləşir. Binanın ətrafında məktəb, bağça hamısı var. Bura isə bizim digər yataq otağımız. Yataq otağı ilə balkon arası götürülüb. Balkona düşən hissə hamısı izolyasiya olunub, penoplastan, alçıbandan. Bura sanitar qovşaq. Hamam burada yerləşir. Boyadırına qədər bulaşdırılıb. Kafellər hamısı standartlara uyğun. Hamam patolog alçıbandır. Yəni izolyasiya olunub, fasadla boy vurulub. Qətiyyən problem yoxdur. Bura isə bizim mətbəximiz. Artıq əşyalar hamısı götürüləcək. Mətbəxlə də balkon arası açılıb, mətbəx böyüdülüb. Yəni, çəkilişdə göstərir, bu boyda mətbəx olmur, böyüdülüb. Hörmətli dostlarımız, hörmətli izləyicilərimiz, Hövsan qəsəbəsi, Hövsan mola yaxın 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 ev layihəli möhtəşəm təmir olan mənzilimiz satılır. Dediyim kimi, mənzildə hal-hazırda yaşayış yoxdur, təmirdən sonra yaşayış olmayıb. Qeydiyyatda belə heç kim yoxdur. Sənədlər qaydasındadır, istilik sistemi mərkəzidir. İlk öncə deyim, hörmətli izləyicilər, laminat, yəni polun üstündən vurulub, dikin üstündən vurulub daha doğrusu, yəni betonun üstündən vurulmayıb. Mənzilimizin qiyməti, ilkin qiymət 137.000 manat.